Hər kəsi salamlayıram əziz dostlar. Bugünkü videoda mən sizə Umiko Marketdə həm qeydiyyatdan keçməyi, həm də məhsul sifariş etməyi göstərəcəm. Videonun gedişatında təxminən ortalarında sizə işinizə yarayacaq üsullar göstərəcəm ki, sifariş zamanı bu üsullardan da rahat şəkildə istifadə edə biləsiniz. Məhsulları sifariş edən zaman əgər Umiko'nun yaxınlığınızda məntəqəsi varsa, məhsulları orada sifariş edə bilərsiniz. Yox, əgər yaxınlığınızda poçt varsa, məhsulları həmin poçtda sifariş edə bilərsiniz. Videomuza keçməzdən əvvəl kanalımıza abunə olmağı, bəyənməyi və linkini dostlarınızla paylaşmağı unutmayın. Bizə keçid alaq videomuza görək düzgün sifariş qaydası necə olmalıdır. Əvvəlcə biz Umiko tətbiqini telefonumuza yükləməliyik. Bunun üçün Play Marketə daxil oluruq və axtarış hissəsinə Umiko yazaraq tətbiqi telefonumuza yükləyirik. Buradan quraşdırın deyirik. Yükləndikdən sonra açın düyməsinə klik edirik. Və tətbiq bu formada açılır. Burada yuxarı hissəyə telefon nömrəmizi qeyd edirik. Onu da qeyd edeyim ki, əziz dostlar, telefon nömrəsini daxil edən zaman nömrənin qarşısındakı, məsələn, sim nömrədirsə 050 yazmırsınız, elə 50 yazırsınız kifayətdir. CIN nömrədirsə 55 yazmağınız kifayətdir. Nömrəni yazandan sonra irəli düyməsinə klik edirik. Və bizim telefon nömrəmizə kod gələcək. Və budur, avtomatik şəkildə biz buradan icazə veririk. Sonra buradan icazə veririk. Yəni, tətbiqi açmaq üçün bunların hamısına biz icazə verməliyik. Və burada bu ağaran hissələrə klik edirik və Umiko tətbiqi bu formada açıldı. Burada bizim iki seçimimiz var. Biz əvvəlcədən qeydiyyatımızı tamamlaya bilərik və yaxud xoşumuza gələn məhsulları səbətə əlavə edib ödənişə keçəndə də məlumatları daxil edə bilərik. İndi mən burada əvvəlcədən daxil etməyəcəm. Hansı məhsul xoşumuza gəlirsə onu seçəcəyik və sonda ödənişə keçəndə ünvan məlumatlarımızı dəqiq şəkildə daxil edəcəyik. Məsələn, burada bu şəklin üzərinə vururuq bir dəfə. Məhsulu deyək ki, xoşumuza gəldi, almaq istəyirik. Burada məhsul haqqında məlumatlar yazılır. Burada gördüyünüz kimi bunun başqa şəkilləri də var. Başqa şəkillərinə baxmaq üçün ekranı sağdan sola doğru bu formada çeviririk. Yəni, burada bunun detallarıdır. İstədiyiniz məhsula baxa bilərsiniz bu formada. Daha sonra aşağı düşdükdə bu məhsul haqqında burada daha geniş məlumatlar var. Buradan aşağıya düşərək buradakı bütün yazıları oxumaq lazımdır məhsul sifariş edəndə. Məsələn, bu məhsuldan xoşumuz gəldi, bunu almaq istəyirik. Burada səbətə əlavə et düyməsinə klik edirik. Yox, bu məhsulu biz kreditlə əldə edə bilərik. Gördüyünüz kimi burada 18 ay, ayda 35 manat ödəməklə, əgər bunu seçsək, 3 ay, ayda 213 manat 33 qəpik ödəyərək əldə edə bilərik. Deməli, mən kreditlə istəmirəm, ona görə buradan qayıdıram. Hansı məhsulun adını istəyiriksə, bu yuxarı hissəyə, məhsul axtarın hissəsinə bir dəfə klik edirik. Məsələn, yazırıq ayaqqabı. Daha sonra axtarış edirik. Axtarış eləyəndən sonra fərqli şəkildə burada ayaqqabıları biz burada görə bilərik. Videonun başlığında mən sizə demişdim ki, asan üsullar göstərəcəm ki, bunlardan istifadə edə biləsiniz. Burada biz qiymət tənzimlənməsi edə bilərik. Məsələn, mənim 40 manat pulum var və 40 manatlıq ayaqqabıların göstərilməsini istəyirəm. O zaman buradan qiymət hissəsinə klik edirik. Burada minimum və maksimum. Bu maksimumu eləyirik 40 manat. Burada minimumu da eləyək 1 manat. Bu bəzən götürmür burada minimumu. Yəni minimum 1 manatlıq ayaqqabı əlbəttə ki, yoxdur. Ona görə də əgər götürməsə buradakı minimumu qaldırmaq lazım olacaq. Məsələn, 10 manat eləsəz bunu, 10 manatla 40 manat arasındakı məhsulları sizə göstərəcək. Bunları seçəndən sonra bir dəfə geri düyməsinə basırıq və buradan təsdiqlə düyməsinə klik edirik və gözləyək. Və budur, əziz dostlar, artıq 40 manata qədər ayaqqabılar bizə təqdim olunacaq. Yəni 40 manatdan baha burada ayaqqabı görməyəcəksiniz. Məsələn, deyək ki, bizim bu ayaqqabıdan xoşumuz gəldi. Vurduq həmin ayaqqabının üzərinə və bu ayaqqabı haqqında bütün məlumatları buradan əldə edə bilərik. Bunları oxumaq çox vacibdir. Burada ayaqqabının ölçüləri yazılıb. Məsələn, 41 razmerini seçirəm və seçiləndə artıq bu kvadrat kimi işarə gəlib bura düşür. Daha sonra buradan bir qədər aşağıya düşürəm. Burada rəngi ancaq qaradır, başqa rənglər yoxdur. Yəni seçim qoymayıblar. Məhsulun qiyməti 34 manat 80 qəpikdir. 90 manatdan düşüb. Siz bunu taksitlə də əldə edə bilərsiniz, kreditlə. 18 ay, ayda 1 manat 94 qəpik ödəməklə də bunu əldə edə bilərsiniz. Məhsulun razmerini və rəngini seçəndən sonra səbətə əlavə et deyirik. Və budur, bizim məhsulumuz səbətə əlavə olundu.
Səbətə əlavə olunan məhsulları görmək üçün isə biz buradan səbət hissəsinə klik edirik və görəcəyik ki, bizim səbətə əlavə elədiyimiz məhsullar burada görünəcəkdir. Siz istədiyiniz qədər məhsulu səbətə əlavə eləyə bilərsiniz. Məsələn, başqa bir məhsula baxaq. Mən mouse almaq istəyirəm. Yəni, mouse yox, mişka altlığı. Məsələn, bura yazıram mouse altlıq. Görək başqa nə seçimlər var burada. Görək burada hansı mouse altlıqları var. Baxın, 27 manata, 34 manata, fərqli qiymətlərə mövcuddur. Mən buradan birincini seçirəm, 10 manat olanı. Üzərinə klik edirik bir dəfə. Deməli, bunun haqqında məlumatları buradan oxuyuruq. İstəsək biz bu mouse altlığını 18 ay ayda 57 qəpik ödəməklə də ala bilərik. Əlbəttə bizə bu lazım deyil. Bunun başqa şəkli də var. Gördüyünüz kimi bu formada olacaq. Qiyməti 10 manat 10 qəpik. Burada məhsul haqqında xüsusiyyətlərinə baxırıq və buradan başqa məlumatlarını da oxuya bilərsiniz. Buradan səbət əlavə edirik və məhsulumuz səbətə əlavə edildi. Səbət əlavə edildikdə burada bu yaşıl fonda bu formada olacaq. Qaydırıq səbətimizə və görürük ki, bizim səbətə əlavə etdiyimiz məhsullar burada görünür. Və burada da səbətimizdəki məhsulların qiyməti nə qədərdir ümumi göstərir. Sifarişi rəsmiləşdirmək üçün biz 44 manat 90 qəpik ödəməliyik. Məsələn, mən bunu sizə göstərmək üçün bura əlavə etdim. Bunu buradan çıxarıram. Bu işarəni buradan götürürəm. Gördüyünüz kimi burada qiymət dəyişəcək və 10 manat 10 qəpiklik məhsulum qaldı. İndi mən məhsulu almaq istəyirəm. Onda nə edirik? Buradan sifarişi rəsmiləşdirmək hissəsinə klik edirik. Yəni, dediyim kimi, istəsəz sifarişi kreditlə də əldə edə bilərsiniz. Buradan birinci göy fonun üzərinə klik edirik. İndi biz burada ünvan məlumatlarımızı daxil etməliyik. Daha sonra burada yuxarıda çatdırılma üsulunu seçməliyik. Vururuq bu xananın üzərinə bir dəfə. Bu hissəyə xüsusilə diqqət yetirmək lazımdır, əziz dostlar. Çünki biz burada kuryerlə ünvana çatdırılmanı seçə bilərik. Daha sonra təhvil məntəqələrindən təslim alma. Regionlar və Bakıda Umikonun məntəqələrinə yaxınlaşaraq oradan da götürə bilərsiniz məhsulu. Yəni təhvil məntəqəsi odur. Və əgər yaxınlığınızda Azərpoçtun poçt xidməti varsa, yəni poçt varsa, oradan da götürə bilərsiniz. Amma ödəniş edəcəksiniz məhsulu götürəndə 1.6 manat. Təxmini qiymət. Niyə görə təxmini qiymət yazılır? Yəni sizin sifariş verdiyiniz məhsulun ağırlığına görə bu qiymət təyin olunacaq. Məsələn, mən indi buradan təhvil alma məntəqəsini seçəcəm. Bu işarəni bura qoyuruq bir dəfə. Daha sonra burada aşağı hissədə üz ünvanımızı daxil etməliyik. Alıcının yaşadığı şəhər və bölgə. Bu yazının üzərinə klik edirik. Burada mən yazıram Sabirabad rayonu. Daha sonra təhvil alma bölməsini seçin. Bu xananın üzərinə klik edirik. Buradan tətbiqi istifadə edərkən deyirik. Və budur, əziz dostlar, Umikonun Sabirabad filialının deməli burada ünvanı yazılıb. Sabirabad, Heydər Əliyev prospekti 96A. Mən bunun təxmini yerini bilirəm. Burada iki cürə həmin hissəyə sifariş vermək olar. Biz 454 Umiko Sabirabad, yəni sürət kargo ilə də verə bilərik bunu. Bir də ki, bununla 439 Umiko Sabirabad. İndi mənim üçün fərqi yoxdur əslində. Ona görə buradan birincini seçirəm. Buradan seçmək düyməsinə klik edirik. Və artıq bu ünvan seçildi. Yəni məhsulumuz bu ünvana gələcək. Burada aşağıda vacibdir hissəsini oxumaq lazımdır. Çünki deyir ki, sifarişin təhvil alma məntəqəsində saxlanma müddəti 4 gündür. Yəni siz 4 gün ərzində gedib bu məhsulu götürməlisiniz. Sifarişin saxlanma müddəti ərzində təhvil alınmadıqda avtomatik olaraq ləğv olunacaq. Yəni siz məhsulu əldə eləyə bilməyəcəksiniz 4 gündən çox o məntəqədə qalsa. Sonra buradan təsdiq et yazısının üzərinə klik edirik və ünvan məlumatlarımız burada təsdiqləndi. Sonra biz ödəniş metodunu seçməliyik. Bir qədər aşağıya düşürük. Burada ödəniş metodunu seçin. Baxın, bu işarənin üzərinə klik edirik. Daha sonra buradakı variantlardan birini seçə bilərsiniz. Əslində bu birincinin nə olduğunu tam anlamadım. Təhvil alarkən bank kartı vasitəsilə. Ola bilsin ki, məhsul gələndən sonra təhvil məntəqəsinə gedəcəksiniz, orada pul ödəyəcəksiniz. Böyük ehtimal ki, bu o deməkdir. Deməli, bir bank kartı vasitəsilə onlayn. Bunu mən seçirəm. Daha sonra aşağıdan seçmək düyməsinə yenidən klik edirik. Daha sonra aşağıya düşürük. Burada alıcının əlaqə məlumatları qeyd edilib. Bura siz email ünvanınızı da daxil edə bilərsiniz. Və burada Umiko Marketdən məlumat almaq istəyirəm hissəsi var. Bu hissəyə bu mavi tık işarəsini qoyub məhsul haqqında məlumatlar da əldə edə bilərsiniz.
Burada şərh yaza bilərsiniz ki, bu mən məsələn buna ehtiyac duymuram hal-hazırda, amma siz edə bilərsiniz. Sonra sifarişdən əminəm, təkrar zəngə ehtiyac yoxdur. Yəni mən bunu da etmirəm. Əgər promo kodunuz varsa, bu işarəyə klik edib promo kodu daxil edə bilərsiniz. Və əgər sizin bonusunuz varsa, Miko kart olanlara aiddir bu. Bonusunuz varsa, hal-hazırda məndə 0.07 bonusum var. Bunu aktiv edib bonuslarla da ödəyə bilərsiniz. Daha sonra bir qədər aşağıya düşürük və təsdiq etmək, ödənişə keçmək. Ümumi ödəyəcəyimiz məbləğ 10 manat 10 qəpik. Bunu təsdiq edirik. Bu kart nömrəsi yerinə kartınızın nömrəsini, ay il yerinə kartınızın ayını, ilini, CVV kodu yerinə isə kartınızın CVV kodunu yazacaqsınız. Kartın CVV kodu adətən kartın arxa tərəfində olur və security kod yazılır. Tarixin qarşısında EXP date yazılır. Yəni ay ilə o EXP date yazacaqsınız. CVV yerinə də security kodu yazacaqsınız. Məlumatları daxil etdikdən sonra ödə düyməsinə klik edirik və gözləyirik ödəniş həyata keçsin. Uğurlu oldu. Buradan davam etmək düyməsinə klik edirik. Yəni artıq biz məhsulumuzu sifariş verdik. Daha bir videonun sonuna gəldik əziz dostlar. Ümid edirəm ki, bu videoda sizin üçün faydalı ola bildim. Əgər sizə qaranlıq qalan hissələr oldusa, rəy bölməsində bildirməyi unutmayın. Həmçinin kanalımıza abunə olmağı, bəyənməyi və linkini dostlarınızla paylaşmağı yadınızdan çıxarmayın. Növbəti videolarımızda görüşənə qədər.